Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Azərbaycanda minimum pensiya bir il ərzində 240 manatdan 260 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu. Xəbərə doğru xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev parlamentin bugün keçirilən plenar iclasında deyib. O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir. Məsələn, Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manat qədər müxtəlif təqaüdlər ödənilir. Digər əlilliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq. Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək, deyə nazir sözlərinə əlavə edib.